digər xarakter xüsusiyyətlərinizə bağlı. İnsanların problemlərlə baş vermə metodları çox fərqlidir. Bu klassik 3 dənə metod var da, bir qaçacaqsan, savaşacaqsan, yaxud da ki, donub qalacaqsan. Qurban psixologiyası və travma donub qalmaq reaksiyasıdır, hərəkətsizlik anıdır. Hardasa canlı ölü halıdır. Yəni nə qaçıb oradan uzaqlaşır, nə də qalıb mübarizə aparıb həll yolları axtarır. Təkrardır. Təkrar davam edir orada. Biraz əvvəl o dediyiniz xəstə birisinin evinə getmək həm narahatdır, həm getdiyi yeri narahat edir, həm də eləməyə davam edir. O zaman bunun kimə nə faydası var? Bu tamamən bir donma reaksiyasıdır. Yəni təkrarlayan, elə bilin ki, bir otağın içərisində fırlanırsınız. Bəli. Bundan daha pis nə ola bilər? Narahat verici, bundan daha insanı özünü dəyərsiz hiss etdirici nə ola bilər? Yəni burada bu 3 metodu xatırlasaq, bacarırsınızsa əgər biraz o mühitdən, o şəraitdən uzaqlaşmaq, yeni münasibətlər, yeni şəraitlərə addım atmaq, hətta bəzən tətilə çıxmaq şey yarayır. Məsələn, deyək ki, uzun müddətli bir tətil götürən bir insan, deyək ki, 2 aylıq tətil götürür, o iş yerindən ayrılır. Dünya başqa şeydir. Mən 10 il deyən yerdə işləyirəm, 20 il deyən yerdə işləyirəm. Dünya dəyişib, imkanlar dəyişib, şəraitlər dəyişib. Münasibətlərini biraz canlandıranda görür ki, fərqli kanallar var, fərqli yerlərdə də imkanlar var. Və yaxud da ki, ailə münasibətlərinə fikir versək, məsələn, boşanma ərəfəsində olan insanlara təkliflərdən biri ki, bir müddət ayrı yaşamaq heç də pis fikir deyil. Yəni, bir dəqiqə gedib ərizə yazıram deyəsən, mən bir ay ayrı yaşayıram. Bir ayrı yaşanda görür ki, nə qədər evliliyinin müsbət tərəfi var imiş. Özünü orada qurban rolunda çıxış edir ki, mən filan əziyyət çəkdim, filan şey olur, filan şey olur. Amma biraz kənara çəkiləndə, bir ay deyək ki, 2 həftə, bunun 10% olduğunu görür. 90% o qədər çıxar var ki orada. O 10% artıq katlanıla bilir gəlir. Və onlar haqqında danışıb daha uyğun həllər tapıla bilir. Dolayısıyla burada mühitdən biraz uzaqlaşıb, biraz məsafə qoymaq, biraz təkrarı dayandırmaq sadəcə, yaxud da ki, başına bir şey gəlirsə ona biraz məsafələnmək məncə işin başlanğıcıdır. Terapiya bu mövzuda bahalı bir metoddur, bilirik, uzun müddət çəkir, onu da bilirik. Bunun bir alternativi də hardasa. Yəni bir yerə gedirsiniz, o yerdə dünyaya dair siz ürəyiniz istəyən kimi danışırsınız, qaçdığınız şeylərlə qarşılaşırsınız və avtomatik olaraq məsafələnirsiniz. Bir şey haqqında uyğun həllər fikirləşmək üçün məsafələnmək lazım. Əks təqdirdə eyni şeyi təkrara davam edir. Fəhmin bəy, qurban